Salam hörmətli abituriyentlər. Azərbaycan uğrunda Rusiya və Osmanlı mübarizəsi. Biz bilirik ki, Hacı Davud Şirvanda üsyan qaldırmışdı və Osmanlı onu dəstəkləyirdi. Bir tərəfdən isə Rusiya 1-ci Pyotrun başçılığı altında Azərbaycanın Xəzər sahil ərazilərini işğal etmək istəyir. Və bu məqsədlə öz adamı Volunskini Səfəvlərə göndərir. Volunskini İsfahana göndərir. Güya Volunski gəlirdi, Rusiya və Səfəvilər dövləti arasında imzalanacaq müqavilələri, sazişləri müzakirə eləməyə, ticarət müqavilələri imzalamağa, amma əslində Volunskiyə Pyotr tapşırıq vermişdi. Tapşırıqlar ondan ibarət idi ki, Xəzər dənizini öyrən, otlaq sahələrini öyrən, biz bura yürüş eləsək, hansı çətinliklərlə üzləşə bilərik, bunları öyrən, onun qarşısına konkret tapşırıqlar qoymuşdu. Və Xəzər sahillərini ələ keçirməzdən əvvəl Pyotr 1722-1723-cü illərdə Xəzər sahil ərazilərə hücum edir. Hücum etməmişdən əvvəl o manifest hazırlayır. Öz manifestində bildirirdi ki, mən Səfəvilərin dostuyam, mən gəlirəm bu Hacı Davudu cəzalandırmağa, çünki o Şirvanda üsyan qaldıranda Rus tacirləri öldürülüb. Və həm də Osmanlı ilə Hacı Davudun yaxınlaşması Pyotru tələsdirdi ki, o Azərbaycana daha tez hücum eləsin. Əslində belə tez planlaşdırmırdı. Çünki İsveçlə müharibə yeni bitmişdi. 1700-1721-ci illəri əhatə eləyən müharibə təzə bitib və yeni hərbi səfər hər halda ordunu sarsıda bilərdi. Amma Osmanlı ilə Hacı Davudun yaxınlaşması Şirvanın əldən çıxması demək idi Rusiya üçün. Ona görə də 1-ci Pyotr 1722-ci ildən Həştərxandan dəniz və quru yolu ilə hücuma keçir. İki istiqamətdə. 1722-ci ildə Dərbənd şəhərinin hakimi İmamqulu açarlarını təhvil verir Pyotra. Gəlirlər ruslar, Bakıda biraz dirənirlər. Amma 1722-ci ildə artıq Rəşt, Əncəli, Gilan əraziləri işğal olunur. Bakının taleyi 1723-cü ildə həll olunur və beləliklə Xəzər sahili ərazilər Rusiya tərəfindən işğal olunur. Belə olan halda Osmanlı deyir ki, biz niyə sakit oturmalıyıq? Rusiyanın Xəzər sahili əraziləri tutması Osmanlını bu dəfə tələsməyə vadar eləyir və etirazını bildirir Osmanlı. Bunların arasında danışıqlar başlayır. Rusiya Osmanlıya deyir ki, sən mənim Xəzər sahili əraziləri tutmağımı tanı, təsdiqlə. Qalan digər ərazilərin də sənin tərəfindən tutulmasını mən təsdiqləyirəm. Və beləliklə tərəflər arasında 1724-cü ildə İstanbul müqaviləsi imzalanır. Qeyd edim ki, onu qeyd etmədim. Bu Rusiya ki, bu Səfəvilərin Xəzər sahil ərazilərini tutur. 1723-cü ildə Peterburq müqaviləsi ilə Səfəvi ilə Rusiya arasında. Səfəvilər bu ərazilərin artıq Rusiya ərazisi olduğunu tanıyır. 1723-cü ilin Peterburq müqaviləsi ilə. Rusiya 1724-cü ildə Osmanlı ilə imzaladığı İstanbul müqaviləsi ilə isə Xəzər sahili ərazilərinin onun olmasını Osmanlı dövlətinə tanıdır. Digər ərazilərin isə Osmanlılar tərəfindən tutulmasına etiraz etmir və Osmanlılar digər Azərbaycan ərazilərini işğal edirlər. Beləliklə Azərbaycan iki dövlət arasında bölünüb. Gördüyünüz kimi Xəzər sahil ərazilər Rusiyada, digər Azərbaycan əraziləri isə Osmanlıda. Həmin bu İstanbul müqaviləsindən 1724-cü ilin İstanbul müqaviləsindən Şirvan yarım müstəqil xanlıq elan edilir və Hacı Davud onun xanı elan olunur. Osmanlının protektoratlığı altında, hamiliyi altında. Yəni, belə bir vəziyyət. Təbii ki, Əfqanlarla mübarizəni də mən keçən dərs demişdim. 1709-cu ildə onlar Qəndaharı tutmuşdu. 1722-ci ildə də Şah Sultan Hüseyn devrilmişdi. Və bu baş verən hadisələrin hamısı 2-ci Təhmasibin dövrüdür, Səfəvi şahlarından. 2-ci Təhmasib. Təbii ki, hər biri həm Rusiya, həm Osmanlı öz tutduğu ərazilərdə öz idarəçiliyini yaradır. Osmanlılar burada sancaqlıqlar, vilayətlər yaradır. Sancaqlıq sistemi tətbiq eləyir. Vergilər artırılır, amma ədalətli, mümkün qədər ədalətli olur. Çünki qadınlar, uşaqlar, qocalar, zehnəmə ilə məşğul olanlar, şikəstlər vergilərdən azad olunurdu. Osmanlıya xidmət eləyənlərə bəylik və ağalıq torpaqları verilirdi. Sədaqətlə kim xidmət eləyirdisə, kim xidmət eləmirdisə, həmin feodalların torpaqları əllərindən alınırdı.
Rusiya isə Azərbaycanın Xəzər sahil ərazilərində ilk dəfə olaraq komendant idarə üsulunu tətbiq eləyir. Komendant idarəçiliyi hərbi idarəetmədir. Azərbaycanlı feodalların Xəzər dənizində Bakıda xüsusilə neft quyularını müsadirə edirlər və öz əllərinə keçirirlər. Yəni vəziyyət belədir. Təbii ki, əhali bundan, bu işğaldan narazı idi. Çünki nəticədə işğalçı səni sömürəcək. Sənin vəziyyətin daha da pisləşəcək. Buna görə də Qarabağda Osmanlılar əleyhinə üsyan qalxır. Həmçinin Səlyanda Rusiya əleyhinə üsyan qalxır. 24-cü ildə Qarabağda, 27-ci ildə Səlyanda Rusiya əleyhinə üsyanlar qalxsa da bunun bir xeyri olmur. 1727-ci ildə isə bunlar arasında Səfəvi ilə, Rusiya ilə Osmanlılar arasında Nabur müqaviləsi imzalanır. Nabur müqaviləsi ilə də sərhədləri müəyyənləşdirirlər ki, yəni kimin sərhədləri hardandır. Və bir il sonra da 1728-ci ildə Quba ilə Təngəni də ələ keçirir Rusiya. Belə, dəyərli yoldaşlar, ümid edirəm ki, mövzu sizə aydın oldu. Səfəvilərin çətin Rusiya sınağı, Osmanlı təhlükəsi, Hacı Davud problemi, digər tərəfdən də Əfqanlarla mübarizəsinə diqqət etməyinizi tövsiyə edirəm. Və təbii ki, müqavilələrə. Peterburq müqaviləsi 1723-cü il, İstanbul müqaviləsi 1724-cü il və Nabur müqaviləsi 1727-ci il. Belə, dəyərli abituriyentlər, bugünkü videomuz bu qədər. İnşallah növbəti videolarda görüşmək ümidi ilə hələlik.